Əminəm ki, belə vlogları bəyənirsiniz, alışveriş vloglarını. Mən də sizə nə almışam, nə almamışam yazdım. Nə almışam, hamısını göstərəcəm. İlk nədən başlayaq? Bu davalı oyuncaqdan başlayaq. Bunu deməli marketdə, mağazada daha doğrusu bir qız gəlib uşağımın əlindən alır. Deyirəm, xanım, uşağın əlindən niyə götürürsünüz? Oyuncaq kirlənir. Deyirəm, nəyə kirlənir? Mən onu alıram. İstəyir kirləndirir, istəyir cırır, istəyir dağıdır. Nə bilim valla. Qəribə satıcılarımız çoxdur. Həqiqətən satıcılarımız çox qəribədir. Uşaq ağlayır, ağlaya da əlindən alır, otuzdurur yerdəki, yəni bu dağla. Qəribə insanlar var. Pomidordur, göyərtilərdir. Burada isə belə qəşəngdir. Belə göstərəcəm. Qırmızı alma və yenə göyərtilərdir. Çoxlu göyərti almışam. Davalı mişqamız. Ömrüm günüm. Aman sənə qurban. Məryəmin topu. Gəl, get topunla oyna. Bu yoldaşıma bir dənə belə krasovka. Çox qəşəngdir qızlar. Burada mağaza var. Çox ucuzluqdur. 20 manat almışam krasovkanı. Sonra özüm üçün belə bir krasovka almışam. 20 manat bundur. İnanırsınız. Çox qəşəng, qiymətləri çox ucuzdur. Bu öz malımızdır. Temu malıdır, Temu. Sonra Məryəmə bir dənə ağ kalkotka götürdüm. Hər yerdən kalkotka tapmaq olmur da, heç yerdən. İqruşkamız. Bir de oyna. Ne oldu? Topu gördüm, bunlar yaddan çıxdı. Sonra yoldaşım özünü bir dənə belə şalvar aldı. Biz keçən il bu şalvarın bir dənəsini almışdıq. 60 manata. Ama buradan almışıq 25 manata. Eyni şeydir. Eyni yazılar, eyni marka, eyni şey hamısı. Ekran məni çox belə aşağıdan yuxarı göstərir. Yəqin oradan kameradan əyri qoymuşam. Eybi yoxdur. Belə də qəbul eləyin, geçsin bacımızı. Bu şeydir, butulkalarını təmizləməyəm. Bu da Məryəmə belə cins. Lastiklə, kalkotka ilə falan yayda giyməyə qəşəngdir. Kızlar 3 manat almışam bunu, 3 manata. Çox qəşəng ucuzluqdur. Bax, məsəl üçün, bu dəsti görürsünüz. Üstündə də qiyməti yazılır. 35 yazılıb, bilmirəm. 35 yazılıb, vallahi 35 yazılıb. Amma mən bunu almışam. 3 manata indirmə qoymuşlar. Şort giyinən bir yerdə. İndi bunları mən qəşəng yuyacağam, geyindirəcəm. Sonra özümə bir dənə belə futbolka götürdüm. 10 manat.